Biz hələ ruhani ilə, müəllimlə danışmamızı bilmirik. Bir düşünün ki, ruhani mənim xidmətimdədir və haçan yazsa mənə cavab verməlidir bu. Belə ruhani bu sadəcə skorp olmuş deyil. Yəni bu yağın söndürən idarə deyil. Bunda işi var, gücü var. Düşünürlər ki, bu adam oturub bir dənə ofisdir. Ha mesajını gözləyir ki, filankəs ağa filankəs xanım mənə bir sual yazdı. Mən bala bundan işi var, gücü var, getməli ora, bura. Yəni dindarlara biraz arxayınlıq var. Ki mən nə istəsəm o olacaq. Yəni sən bu mesaj cavab verməsəm, və məsələn sən ki bilmirəm və ya gec cavab versəm, və ya məsələn üçün o gözlədiyi formada cavab versən, adı çıxarır lovğadır. Paxıldır, saymır. Niyə saymır? Niyə lovğalıq eləyir? Hədəsi var, lovğalığın qarşısında lovğalıq etməliyi, lovğalıq sayılmır. Lovğalığın qarşısında lovğalıq etməli, lovğalıq sayılmır. Böyle sadəcə diqqətli olaq. Birinci özümüzə hörmətləyərik. Adam var ki, məsələn ona istəyən cavab verəsən, qəşəng bir ətrafa atasan, səs. Niyə? Özünə hörmətləyir. Qoran qəşəng alınır insanın danışığı, həqiqətən də. Bəzən baxsan ki, nümunə verməyə peşman olursa, mən artıq kimisi verirəm. Kimisi mən bir zəng gəlmişim, mən kənara çıxdım. Mən zəng gəlmişim yaxın qohumlardan biri, deyir, filamət deyəm. Burada Axundda var, yəni müavin də var. Sən danışmaq istədim ki, salamlaşırıq, tanımıram kimdir. Qiyabi addan dedilər, Allah hamı canı sağ olsun. Qaç baxıram sənin çıxışları var, bəs o çıxışlarını istifadə eləm. Mən minbərə danışam oradan. Deyəm ki, hə, lap yaxşı, Allah kimi olsun. Mən də bildiyimlə. Deyir, nömrə verdim, hə, nömrə dedim, verim də. Deyir, nöhtən nömrə verirsən? Deyir, nömrətdə, o adı versin. Deyir, ata, mən nömrəsi mənə bir nömrə vermirlər ki, bu adam başı qarışıqdır. Deyəm ki, boş söhbət də olar. Biz prezident deyirik, biz nazir deyilik, biz nəlim böyük vəzifə deyilik ki, filan ruhaninin nömrəsi almalı qəliz məsələdir. Nömrəsindən vermək olmaz. O məşğuldur. Niyə məşğul? 90% hər gün ehsan yeyirlər. Mən çoxunu görmüşəm də. 90% 50% məsələn içində. Qadınla kişilik. Bunun nömrəsini yazsın, səhər gec cavab verəcək. Niyə ki yəni? Onun işi yoxdur. Mən fikir verirəm, bəzi hallarda o ruhaninin problemi özündə deyil, onluq deyil. O ki, bir iki şey var, üzr istəyirəm, yaltaqlar. Elə təqdim edirlər ki, o yazdıq ruhanini. Yəni, bunun düşmən qəbuluna, bu səhət cavab versin. Bunun vaxtı yoxdur. Abala niyə? Vaxtı yoxdur bunun. Necə vaxtı yoxdur? Mən həftə 6 gün dərsliyəm. İdman dərslərində olur. Nə bilim, axıran işində olur. Mən axıran işində hələ görə kameraya bax, girişlər, çıxışlar. Yazılan ki, birdən məsələn təcildir. Məsələn, sual verir namazdan, orucdan, qusuldan. İnsan da məsələn, tez cavab verin. Eybi yox. Hər nə qədər can yandırırsan, sən olsa adi insan. Kimsə can yandırmır, sənə məsələn 10 gün sonra cavab verir, o sənin üçün əl çatmazdır. Bu pis bir şeydir. Çalışaq ki, birimizin dəyərini bilək, birimizə dəyər verək, qiymətini bilək ki, o nemətdir. Həqiqətən həm o insanlar ki, bizə dəyər verirlər, bizə bir nemətdir. Qədri bilinməyən nemət başa vurular, əldən alınırlar. Mən gəldim bu proqramdan çıxdım bu məsələyə. Yəni nəzim, intizam olmalıdır. Məsələn, bəzən dərsdə gəlir saat 12-də. Axşam 12 dərs olar. Bu müəllim etmalı deyil. Təvələ yığışırlar ki, məhz biz deyən saatlara gündən olmalıdır. Bunu deyə bilmirlər başqa sahə mütəxəssislərinə. Deyə bilərlər, yox. Aşıq var ki, dindar müəllimədir, dindar müəllimdir. Nə deyirsə o olacaq. Bu yox. Gəlin müəllimin əvvəl demişəm, söz sahibi olun. Kim ki sənə ehtiyacı var, sənin dərs almaq istəyir, deyək, mən filan vaxtlarda alınmır, mən dərsim bu vaxtda alınır. Razısan, hər razı olsun, yaxşı yol. Onun sənə ehtiyacı var, sənə ona yox. Yəni, həmişə tabiçilik, nə deyirlərsə eləyə, yox, bu yaxşı bir şey deyil. Adam var ki, o sana can verə səni, o heç öz yerində. Adam var ki, dəyməz. Orada sənin vaxtın heyfdir. O çalışaq ki, mesela bunlar haqdır, qaba boynumuzda, sabah gibi şikayətlər, alimdir, məsciddir, Qur'andır, bizdən şikayət edə bilər. Ki, Allah, onların içərisində oldum, baxan yox idi, sayan yox idi, dərs, təbliğ, yaxşı müəllimdən eləsindən istifadə yox. Orada baxırsan ki, mən bəzən tanınam, həqiqən çox savadlı insanlardır, mesela qadınsa kişi yoxdur. Çünki gəlir, dərs keçir, danışır, təbliğ falan, görür ki, yox, buna nağıl istəyirlər. Bir də nağıl danış, yataq olur, yuxulayaq. Bizdə hədis danış. Və hədisdən də bu adam mütəxəssisdir, alimdir. Buradan giroyla çıxır dərsdə, təfsirində, tarixində. Dedi, yox, mən nə deyil. Mən bu nağılların içində ola bilmərəm.
Baxsan bir dəqiqə nə harasa deyirəm, küçə süpürür. Tanıdığım müəllimələr var, çox savadlı müəllimələr, xanımlardır. Bir dəqiqə nə bilim qab yuyur harasa. Açıq mən tanıyıram. Kişilər var, nə ilə harasa fəhləlik eləyirlər. Var. Yəni bəzən tanıyıram, neçə illərə cırıq ayaqqabı ilə gəzir. Cırıq hicab, çarşab gəzir. Neçə illər tanıyıram xanımı, çox dəyərli xanımdır. Və həmişə əyində eyni çarşabda olur. İmkan, amma çox mərifətli, əxlaqlı, imanlı və dəyərli insandır. Hani onlar nağıl danışmır deyə sevilmirlər. Proqramla gedir, nəzm-intizam qoyur dərslərində. Bana deyirlər ki, yox, biz nəsə ona danış. Belə danış, belə eləmə. Deyir, mənim proqram budur. Xoşun gəlmir, yaxşı yox. Proqram olmasa haqqın tapdallarına caq. Ya onlar deyən olmalıdır, ya da ki, orasını tərk eləməlisən, ya da ki, öz deyən olmalıdır, sən deyən. Çalışaq ki, məsuliyyətli dindar olaq. Məsuliyyətli dindar olmasaq, var bizim özümüzün və dinimizin hayına. Məsuliyyətli olmasan, sən namazın da heç olacaq, orucun da heç nə. Mən çıxış ilə mənim məsciddə, minbərdə, orucu, mən ona vaxt qoyuram. Filan vaxtdan filan vaxta qədər. Nə qədər nizam olsa, orada çox güclü qadağan olacaq. Qadağanın sıxma mənasını yox ha. Nəzm-intizam. Mən demişəm, girdim dərsin birinə dəfə, dərsin yeri soruşdum, hamı susdu. Hara səhifəncisi sustular, dedim, salavat deyin, yallah, mən dərsdən çıxdım oradan. Mən də səviyyə. Gəldim dərsə, heç kim yox, bir də iki də tələbə vardı. Hani bunlar ehsanda. Bugün ehsan, bugün ehsan. Bunlar nə qədər ehsan yeyirlər? Bəs dərs nə olacaq? Ehsan olaraq, məsələn, kesin yasa, imam məclisi, bəzən olur da, məsələn. Gedərsən, normal. Amma hər gün ehsan olar. Bu evdəki kişi bəs qadın gözlək evinci, gəlsin bir yemək versin, uşaqlara baxsın. Sonra dedilər ki, məsələn, kişi buna boşandı. Niyə? Çünki qadın baxmır da, adam qoyur din təbliği, hər gün çöllə bardadır. Bəs bu kişinin haqqı nə olacaq? Uşağın haqqı nə olacaq? Biz bəzən bizə verilən məsuliyyətdən sui-istifadə edirik. Dərs başlayır filan, qutarır filan vaxtda. Vəssalam. Proqram olsa inkişaf olacaq. O olmasa inkişaf olmayacaq. Adam var neçə illərdə məscidlərə gedib gəlir. Məscid, mədrəsə, mərkəzə, böyük alimlər heç nə yoxdur orada. Niyə? Proqramı olmayıb. Sən qoymalısan proqramı ki, sən bugün nə oxumalısan, nə oxumaq istəyirsən. Mən proqramım var, gündəlik mən kəsin mütaliəm var, şəxsi. Şəxsi mütaliəm var, şəxsi araşdırmalarım var. Özümə aidli bir növ elmimi artırıram. Amma hər gün fərqli-fərqlidir.